Diş çəkilibsə və yerində boşluq qalıbsa, bir dişin nə fərqi var deyə düşünməyə çox yayılmış səhvdir. Əslində bir dişin itirilməsi yalnız estetik problem deyil, bütün diş sırasına və çeynəmə sisteminə təsir edə bilər. Bu gün çox verilən suallardan birinə cavab verəcəyik. Nə zaman implant etdirmək lazımdır? İmplant itirilmiş dişin yerinə bərpa etmək üçün istifadə olunan müasir müalicə üsullarından biridir. Amma burada bir məqamı düzgün başa düşmək lazımdır. İmplant hər pasiyentdə avtomatik olaraq tətbiq edilmir. Əvvəlcə dişlərin diş ətinin, çənə sümüyünün və ümumi sağlamlıq vəziyyətinin müayinəsi aparılır. Yəni implant qərarı yalnız həkim müayinəsindən sonra verilir. Bəs hansı hallarda implant daha çox tövsiyə olunur? Əgər bir və ya bir neçə diş itirilibsə və həmin boşluq uzun müddət bərpa olunmursa, implant düşünülə bilər. Çünki boş qalan sahədə qonşu dişlər zamanla həmin boşluğa doğru əyilə bilər. Qarşı çənədəki diş isə boşluğa doğru uzana bilər. Bu da diş sırasının pozulmasına, çeynəməyin düzgün olmamasına və gələcəkdə əlavə problemlərə səbəb ola bilər. İmplant xüsusilə o zaman uyğun seçim olur ki, pasiyentin qonşu sağlam dişlərini yonmadan boşluğu bərpa etmək istəyirik. Məsələn, körpü protezlərində bəzən boşluğun yanındakı dişlərdən dəstək almaq lazım gəlir. İmplantda isə itirilmiş dişin yerinə ayrıca süni kök yerləşdirilir və qonşu dişlərə müdaxilə etmədən bərpa aparmaq mümkün ola bilər. Daha bir vacib hal arxa dişlərin itirilməsidir. Bəzən pasientlər düşünür ki, arxa dişlər görünmür. Qoy belə qalsın. Amma arxa dişlər çeynəmə üçün çox vacibdir. Onlar olmadıqda çeynəmə yükü digər dişlərə düşür. Bu da zamanla həmin dişlərin həddindən artıq yüklənməsinə, aşınmasına və narahatlıqlara səbəb ola bilər. Əgər pasiyent çıxarılan protezlərdən narahatdırsa, protez ağızda oynayırsa, yemək yeyərkən və danışarkən diskomfort yaradırsa, implant dəstəkli protezlər də həll yolu kimi dəyərləndirilə bilər. Bu zaman protezin sabitliyi artır və pasiyent özünü daha rahat hiss edə bilər. Amma implant üçün ən vacib şərtlərdən biri çənə sümüyünün və diş ətinin uyğun olmasıdır. Əgər diş çox uzun müddət əvvəl çəkilibsə, həmin nahiyədə sümük həcmi azala bilər. Belə hallarda implantdan əvvəl əlavə hazırlıq prosedurlarına ehtiyac ola bilər. Buna görə də diş çəkildikdən sonra boşluğu illərlə saxlamaq düzgün deyil. Yekun olaraq demək istəyirəm, implant ən çox diş itkisi zamanı boşluğun qonşu dişlərə və çeynəmə funksiyasına təsir etməməsi üçün sağlam dişləri yonmadan bərpa aparmaq istədikdə və sabit, rahat bir həll lazım olduqda düşünülür. Amma hər pasiyentin vəziyyəti fərqlidir. Ona görə mənə mütləq implant lazımdırmı sualının ən doğru cavabı müayinə zamanı verilir. Əgər ağzınızda uzun müddətdir boş qalan diş yeri varsa, bunu gecikdirməyin. Çünki vaxtında bərpa olunan bir diş boşluğu gələcəkdə daha böyük problemlərin qarşısını ala bilər.